Bugün sizə eşitmə problemi ilə doğulan və ya sonradan eşitməsini itirən uşaqların həyatında inqilabi dəyişiklik yaradan koklear implantasiya əməliyyatı haqqında danışmaq istəyirəm. Koklear implantasiya daxili qulağa yerləşdirilən yüksək texnoloji cihaz vasitəsilə eşitmənin bərpası prosedurudur. Bu əməliyyat sayəsində uşaqlar yenidən dünyanı səslə tanımağa başlayırlar. Əziz dostlar, bu əməliyyat sadəcə cərrahi bir müdaxilə deyil. Bu bir uşağın danışma bacarığı, dil inkişafı və ən əsası cəmiyyətə inteqrasiya imkanlarını açan bir pəncərədir. Eşitməyən bir uşaq vaxtında koklear implant əməliyyatı olunduqda həmyaşıdları ilə eyni məktəbə gedə bilir, ünsiyyət qura bilir və sosial qabiliyyətlərini inkişaf etdirə bilir. Təcrübə göstərir ki, implantasiya olunan və reabilitasiya prosesindən keçən uşaqların əksəriyyəti cəmiyyətə tam şəkildə inteqrasiya olunur. Sonda demək istəyirəm ki, koklear implantasiya əməliyyatı sadəcə bir qulağa deyil, uşaqların gələcəyinə qoyulan ən dəyərli sərmayədir.